Salam, hər vaxtınız xeyir. Bugün mən sizə 8-ci sinif üzrə üçbucaq mövzusunu izah edəcəm. Deməli, başlayırıq. Tərif. Bir düz xətt üzərində olmayan 3 nöqtədən və bu nöqtələri cüt-cüt birləşdirən parçalardan ibarət olan fiqura üçbucaq deyilir. A, B, C. ABC üçbucağı məsələn adlandırırıq, düzdür? Və burada A, B və C üçbucağın təpə nöqtələri, tərəfləri isə AB, yəni AB tərəfi, BC tərəfi, bir də AC tərəfləri var. Bunları silək. Və üçbucağın ümumiyyətlə təpə nöqtələri böyük hərflərlə qeyd olunur. Amma tərəfləri isə kiçik hərflə şərh. Misal üçün, buranı A yazmaq olar, buranı B, buranı C və s. Baxırıq misalın verilən şərtinə. Üçbucağın perimetr nədir? Perimetr üçbucağın 3 tərəfinin cəminə bərabərdir. Məsələn, şəkilə baxsaq burada görərik ki, tərəflərinin cəmi, yəni perimetr deyəndə biz tərəflərini cəmləyirik. Məsələn, burada A, B, C, 3 tərəfin üçü də cəmlənib. Gəldik üçbucaq bərabərsizliyinə. Üçbucaq bərabərsizliyi nədir? Əgər burada bir bucaq verilmirsə, sadəcə 2 tərəf verilirsə, 3-cü tərəfin ala biləcəyi qiymətlər soruşulursa, onda belə bir qaydaya baxırıq. Yəni, məsələn, nümunə göstərirəm. Tutaq ki, üçbucağın 2 dənə tərəf verilib. Burada yazıram. 2 tərəf verilib. Məsələn, bura olsun 8, bura olsun 5. Və məndən 3-cü tərəfin ala biləcəyi qiymətlər soruşulur. Bir dəfə 8-dən 5-i çıxıram. Bir dəfə də 8 ilə 5-i toplayıram. Olur 3, burada da oldu 13. Yəni, 3-cü tərəfin ala biləcəyi qiymətlər olacaq 3 ilə 13 aralığında. Yəni, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Yəni, sərhədləri götürmürük. 3-cü tərəf bu qiymətləri ala bilər. Ona görə orada modulda göstərilir ki, yəni böyükdən kiçiyi çıxırıq. Orada mənfi olmaz da, tərəf mənfi olmaz. Ona görə modulda yazılır. Yəni, biz onsuz da böyükdən kiçiyi çıxırıq. Bu belə. Üçbucağın daxili bucaqları haqqında danışaq. Daxili bucaqlar dedikdə biz daxilə baxırıq. Yəni, iç bucaqlar, daxili bucaqlar. Daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Tutaq ki, 2 dənə tərəfin verir. Məsələn, buranı 40 versin, buranı 60 versin. 3-cü tərəfi soruşanda biz 60 ilə 40-ı toplayırıq 100 dərəcə və 180-dən çıxırıq 100-ü deyirik ki, bizim bucağımız 80 dərəcədir. Hansı bucaq? 3-cü bucaq. Yəni, bu qayda ilə hesablanır. Üçbucağın daxili bucağına qonşu olan bucağı onun xarici bucağı adlanır. Məsələn, burada göstərək. Tutaq ki, buranı verib 70 dərəcə. 70 dərəcənin, yəni burada mən xarici bucağını göstərmək istəyirəmsə, onda biz onun qonşusunu tapmalıyıq. Belə deyək də, 70 dərəcənin qonşusu nə eləyir? 110 dərəcə. Yəni 180-dən 70-i çıxırıq, 110 dərəcə. Və yaxud da buraya yazsaq içəriyə 20 dərəcə. 20 dərəcənin qonşu bucağı nə olacaq? 160 dərəcə. Yəni, bu 160 dərəcə bizim xarici bucağımızdır. Eyni zamanda 110 dərəcə də bizim xarici bucağımızdır. Xarici bucaqların cəmi 360 dərəcə olur. Deməli, burada baxırıq, diqqət edirik nəyə? Üçbucağın hər bir xarici bucağı ona qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Bu nə deməkdir? Məsələn, burada baxın, qaydada göstərib. Mən bunu nümunə üzərində də göstərəcəm. X, tutaq ki, bu X. Bunun xarici bucağıdır, düzdür? Xarici bucaq yazılır ki, beta üstəgəl qamma. Yəni, üçbucağın bir xarici bucağı, tutaq ki, X götürdüm. Ona qonşu olmayan hansılardır? Beta ilə bu bucaq, qamma. Onların cəminə bərabərdir. Və yaxud da tutaq ki, mən Y götürürəm burada. Y, üçbucağın xarici bucağı. Ona qonşu olmayan hansılardır? Alfa və qamma. Onların cəminə bərabərdir. Tutaq ki, indi mən götürürəm Z-i. Üçbucağın bir xarici bucağını götürürəm. Bu Z-i mən tapmaq üçün ona qonşu olmayan nədir? Beta ilə alfanın cəminə bərabərdir. Yəni, bu qayda. Məsələn, tutaq ki, 2 dənə tərəfin verib, buranı 70 verib, buranı 30 dərəcə verib və məndən soruşur bu xarici bucağı. Elə 70 ilə 30-u cəmləsək, bizim xarici bucağımız tapılır. Yəni, üçbucağın bir xarici bucağı ona qonşu olmayan 2 daxili bucağın
cəminə bərabərdir. Bu belə. Üçbucaqda böyük tərəf qarşısında böyük bucaq durur və tərsinə böyük bucaq qarşısında böyük tərəf durur. Yəni belə deyək də, burada tutaq ki, böyük bucaq varsa, beta böyük bucaqdırsa, onda bunun qarşısında böyük tərəf durur. Eyni zamanda kiçik bucaqdırsa, kiçik bucaq kiçik tərəf qarşısında durur. Gəldik konqruent üçbucaqlara. Konqruent üçbucaqlar, yəni bərabər deməkdir. Uyğun tərəfləri və uyğun bucaqları bərabər olan üçbucaqlara konqruent üçbucaqlar deyilir. Yəni, üçbucaqlar deyir konqruentdirsə, yəni bərabərdirsə, konqruent işarəsi baxın, burada göstərdiyi kimi bərabər və üstündə bir dalğalı xətt. Bu konqruentlik işarəsini göstərir, yəni bərabərdir. Üçbucaqlar konqruentdirsə, yəni bərabərdirsə, bərabər tərəflər və bərabər bucaqlar bu üç bucaqların adlandırıldığı ardıcıllıqla uyğun götürülür. Yəni nə deməkdir? Məsələn, deyir ki, üçbucaq ABC konqruentdir üçbucaq A1, B1, C1-ə. Yəni onda nə edirik? Məsələn, mən əgər AB tərəfini götürürəmsə, AB tərəfini baxdığım zaman eyni zamanda burada da eyni ardıcıllıqla baxmalıyam. A1, B1 deməkdir. Yəni AB tərəfi bərabərdir A1, B1-ə. Eyni zamanda mən məsələn, buradan A ilə C-yə baxıramsa, tutaq ki, AC-ni götürürəmsə, buradan da eyni istiqamətlə götürməliyəm. A1, C1 deməliyəm. Onda AC bərabərdir A1, C1. Yəni AC-nin qiyməti tutaq ki, 5-dirsə, onda A1, C1 tərəfinə də biz 5 yazmalıyıq konqruentliyə görə. Sonra mən tutaq ki, BC tərəfini götürürəmsə, deməli B1, C1 tərəfi, yəni BC, B1, C1 tərəfinə bərabərdir, konqruentdir. Eyni zamanda bucaqları tutaq ki, A bucağını götürmüşəmsə, A bucağı A1 bucağına bərabərdir, B bucağı B1 bucağına bərabərdir, C bucağı C1 bucağına bərabərdir. Yəni ardıcıllıqla götürməliyik. Üçbucaq konqruentliyinin birinci əlaməti. Bu qaydalara fikir veririk. Deməli, bir üçbucağın deyir iki tərəfi və onlar arasındakı bucaq uyğun olaraq o bir üçbucağın iki tərəfi və onlar arasındakı bucağa bərabərdirsə, bu üçbucaqlar konqruentdir. Buna tərəf bucaq, tərəf əlamət deyilir. Bunu yadımızda necə saxlayırıq? Yəni deyir ki, tutaq ki, baxın birinci şəklə. Bir üçbucağın iki dənə tərəfi. Baxın, iki dənə tərəfi, həqiqətən iki dənə tərəfini götürmüşük. Və onlar arasında bir bucaq var imiş burada. Tutaq ki, bir alfa var. Uyğun olaraq o biri üçbucağın da deyir iki tərəfi və onlar arasındakı bucağa bərabərdirsə, yəni burada olan qaydalar, burada olan qeydlər, qiymətlər, digər üçbucaqda da həmin qiymətlər varsa, onda deyirəm ki, bu üçbucaqlar konqruentdir. Yəni yetər olur da bir tərəf, iki dənə tərəf arasındakı bucaq, digər üçbucağın da iki tərəfi onlar arasındakı bucağına bərabərdirsə, onda mən deyirəm ki, bu üçbucaqlar konqruentdir. Bu birinci əlamət. Gəldik ikinci əlamətə. Bir üçbucağın bir tərəfi və ona bitişik iki bucağı uyğun olaraq digər üçbucağın bir tərəfi ona bitişik iki bucağına bərabərdirsə, bu üçbucaqlar konqruentdir. Buna deyirlər BTB, yəni bucaq, tərəf, bucaq əlaməti. Yəni, məsələn, baxın, bir dənə üçbucağın bir dənə tərəfi var və ona bitişik iki dənə bucağı var. Yəni, baxın, bura tutaq ki, bura alfa olsun, bura beta olsun. Bir də bu tərəfidir, bu da iki dənə bucağıdır. Eyni zamanda digər üçbucaqda da tərəf, iki dənə bucaq. Görürsünüz buraları, alfa tutaq ki, beta yazıram bura. Yəni, bir dənə tərəfi, eyni zamanda burada da bir tərəfi, iki dənə bucağı, eyni zamanda burada da iki dənə bucaqları bərabərdirsə, biz onda deyirik ki, bu üçbucaqlar konqruentdir. Buna da bucaq, tərəf, bucaq deyirlər. Yəni, iki dənə bucaq, bir dənə tərəfdən söhbət gedir də burada. Ona mən deyə bilərəm ki, bu üçbucaqlar konqruentdir. Gəldik üçüncü əlamətə. Bir üçbucağın üç dənə tərəfi uyğun olaraq digər üçbucağın da üç dənə tərəfinə bərabərdirsə, onda mən deyirəm ki, konqruentdir. Əlbəttə ki, burada artıq görünür. Buna tərəf əlamətdə deyirlər. Tutaq ki, buranın qiymətlərini verir. Məsələn, eyni qiymətlər verir. Üç dənə eyni qiymət verir. Eyni zamanda burada da eyni qiymət. Onda mən deyəcəm ki, bu üç bucaqlar konqruentdir. Buna deyirik tərəf, çünki üç dənə tərəfdən danışılır. Üçbucağın tənböləni, medianı və hündürlüyü. Deməli, tənbölən nədir? Deyir, üçbucağın verilmiş təpədəki bucaq tənböləninin bu təpəni qarşı tərəflə birləşdirən parçasına deyilir. Yəni, tənbölən, üçbucağın üç dənə tənböləni olur. Üç təpədən, hər təpədən bir dənə tənböləni çəkə bilərəm. Məsələn, şəkildə indi buradan AD tənböləni çəkiblər. Onda mən deyirəm ki, tənböləni çəkən kimi bura alfa yazırıq, yəni bərabər bölür də. Onda deyirik ki,
BAD bucağı baxın burada da yazıb bərabər olur eyni zamanda DAC bucağına. Bu belə. Üçbucağın 3 tən bölənləri var. Bu tən bölənlər bir nöqtədə kəsişirlər. Bəli, burada bir nöqtədə kəsişirlər. Ümumiyyətlə tən bölənlər çəkiləndə həmişə burada qeyd edin. Tutaq ki, bura alfa-dırsa, burada alfa olsun. Bura beta-dırsa, burada beta. Tutaq ki, bura x-dırsa, burada olsun x. Yəni o qeydləri aparın ki, məsələ həllində sizə kömək olacaq. Gəldiyi üçbucağın tən bölənlərinin kəsişmə nöqtəsi. Bu üçbucağın daxilində yerləşir. Bəli, şəkildən də məlumdur ki, tən bölənlərin kəsişmə nöqtəsi üçbucağın daxilində yerləşir. Gəldik bir nümunə olaraq bir misala. Deməli deyir ki, üçbucaqda ABC üçbucaqdır və burada BD tən böləndir. Burada alfa-alfa yazırıq, özümüz üçün qeyd edirik və bucaq A-nı verib, bucaq B-ni verib, bucaq C-ni verib. 3 dən bucaq veribsə, deməli mən də bildirəm ki, üçbucağın daxili bucaqlarını verir. Baxın, daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Baxın, qeyd də burada yazılıb. Deməli, bucaq A 2K, bucaq B 3K, bucaq C 4K, yəni uyğun olaraq götürürükdə cəmi 180-dir. K-nı 20 dərəcə tapandan sonra onda hər bucağı tapırıq. A bucağı olur 2 dənə 20, 40, B bucağı 3 dənə 20, 60, A bucağı yenə də A bucağı mı? Bu C bucağı olar. C bucağı da olur 80 dərəcə. Bu C-dir. İndi bizdə B-ni verib axı tən böləndir. B 60-sa tən bölən olduğuna görə bura 30, bura 30'u yazırıq. C bucağımıza 80 düşür. Bura 80-dirsə 80, 30, 110 eləyir. Onda bu sual qoyulan bu BDC bucağının payına 70 dərəcə düşər. Çünki 80, 30, 110, 180-dən 110 çıxanda cavab eləyir 70 dərəcə. Sonra üçbucağın təpəsi ilə qarşı tərəfin orta nöqtəsini birləşdirən parçaya üçbucağın medianı deyilir. Ümumiyyətlə median hansı tərəfə çəkilirsə, baxın median burada AD medianı BC tərəfinə çəkilib. Həmin tərəfi 2 bərabər hissəyə bölür. Yəni BD bərabər DC. Tutaq ki, bura x-dırsa, burada olacaq x. Məsələn, BC medianını bizə məsələn 20 versə, onda bura 10 düşəcək, burada 10 düşəcək. Və ya bizə medianda tutaq ki, deyirik ki, AD medianı çəkilib, DC 7-dirsə, onda deyəcək ki, BD də 7-dir. Çünki medianın xassiyyəsi nədir? Çəkildiyi tərəfi 2 bərabər hissəyə bölür. Üçbucağın da 3 medianı var və bu medianlar bir nöqtədə kəsişir. Bəli, bir nöqtədə kəsişir. Baxın burada. Gəldi üçbucağın hündürlüyü. Üçbucağın təpəsindən qarşı tərəfi üzərində saxlayan düz xəttə çəkilmiş perpendikulyara üçbucağın hündürlüyü deyilir. Baxın bir A, buradan bir AD hündürlüyü çəkilib bu şəkildə. Yanlışlıq olub bunu. Bu şəklin problemidir. AD hündürlüyü çəkilib. Yəni AD BC-yə perpendikulyardır. Hündürlük çəkilən zaman 90 dərəcəni burada qeyd edirik. Eyni zamanda bu tərəfdən də göstərə bilərsiniz. Bu belə. Üçbucağın 3 hündürlüyü var və bu hündürlüklər bir nöqtədə kəsişir. İndi burada diqqət edirsiniz nəyə? Üçbucaq 3 hündürlüyü var. Tamam. Amma fərqli burada nöqtələr var. Deməli, nəyə diqqət edirik? İti bucaqlı üçbucaqda, düz bucaqlı üçbucağa, bir də kör bucaqlı üçbucağa. İti bucaqlı üçbucaqda hündürlüklər daxildə yerləşir. Baxırsınız, daxildə yerləşir. Düz bucaqlı üçbucaqda harada yerləşir? Düz bucaq təpəsində yerləşir. Kör bucaqlı üçbucaqda isə harada yerləşir? Üçbucaq bu xaricdə yerləşir. Baxın. Bu kör bucaq üçbucaqdır. Tən bölənlərin kəsişmə nöqtəsi xaricdə yerləşir. Bu nə necə olur? Deməli, bizə məsələdə və yaxud da bir qayda olaraq sual düşə bilər ki, hündürlüklər düz bucaq təpəsində kəsişir. Mən artıq bilməliyəm ki, burada hansı üçbucaqdan söhbət gedir? Bu düz bucaqlı üçbucaq demək. Çünki hündürlüklər baxın harada kəsişir? Düz bucaq təpəsində kəsişir. Ona görə onda biz deyirik bu düz bucaqlı üçbucaqdır. Üçbucaqlar daxildə əgər kəsişirsə, onda deyirik ki, iti bucaqlı üçbucaq. Üçbucaqlar əgər xaricdə kəsişirsə, onda deyirik ki, bu kör bucaqlı üçbucaqdır. Bunları mütləq diqqətli şəkildə yadımızda saxlamalıyıq. Gəldik üçbucağın növlərinə. 3 növü var. Müxtəlif tərəfli, bərabər yanlı və bərabər tərəfli. Bərabər yanlı üçbucaq yan tərəfləri bərabər olur. Oturacağına bitişik bucaqları bərabər olur. Tutaq ki, oturacağına bitişik bucaq, yəni A ilə C idi. Məsələn, buranı 20 dərəcə versə, burada 20 dərəcə yazırıq. Onda təpəyə nə düşür? 20, 20, 40, 180-dən 40 çıxanda onda təpə bucaq olacaq 140 dərəcə. Bu belə. Eyni zamanda yan tərəflər bərabərdir. Ümumiyyətlə, məsələ həllərində
bərabər yanlı üçbucaq məsələsi ilə bağlı verilibsə, onda həmən buralara bir, əgər tərəflər verilmirsə, bir x qeydlər aparın. Tutaq ki, bura alfa yazın ki, o sizə çox kömək olacaq. Gəldik indi, deməli, bir məsələyə. Yaxşı, baxaq bir məsələyə burada. Deyir, üçbucaq ABC-də AD tən böləndir. Tamam, AD tən böləndirsə, mən onda bir bura alfa, burada bir alfa yazıram. Sonra AB BC bərabərdir. Artıq bildim ki, bu bərabər yanlıdır. Düzdür? Onda bərabər yanlıdırsa, mən A bucağım C bucağına bərabər olmalıdır. Düzdür? A bucağım 2 alfadır. Onda C bucağı da 2 alfa olmalıdır. Burada 2 alfa yazıram. Şrifti balacalaşdıraq. Onda burada 2 alfa yazıram. A, B, C buranı 40 verib, düzdür? Təpə bucağını 40 verib. Onda mən ümumi olaraq bir dənə baxıram 3 bucağa, yazıram 2 dənə alfa, üstə gəl 2 dənə alfa, üstə gəl 40 dərəcə, bərabərdir 180. Onda 4 dənə alfa bərabərdir 140-a, alfa da bərabər olacaq 140-ı 40-a bölən, 4-ə böləndə 2-yə getdi, 2-yə getdi, 70, 35 dərəcə. Bizim alfamız oldu 35 yazaq bura. 35 dərəcə. Bizə nə soruşur? DAC. Elə DAC alfadır da. Bizim tapdığımız bu 35 dərəcədir. Bu belə. Üçbucaq ABC'də BD hündürlük AB bərabərdir BC, yəni bərabər yanlıdır. Gəlin burada qeydlər apara. Bərabər yanlıdırsa tutaq ki, bura x-dırsa, burada x deyirəm. Eyni zamanda dediyimiz kimi bərabər yanlıda çəkilən hündürlük həm median, həm tən bölən, həm də hündürlük eyni zamanda üçünü də istifadə edə bilərik lazım olarsa. İndi mən median kimi burada bərabərliyi göstərirəm. Tutaq ki, bir y yazıram. Yəni, bilmədiyimiz bir hissə olduğuna görə AD, DC verilməyib. Bir dəyişən əlavə edirik və davam edirik. Məsələdə deməli, ABC-nin perimetrini verib 32. Yəni, ümumi üçbucağın perimetrini 32 verib. Onda yazırıq belə. X üstə gəl X, üstə gəl Y, üstə gəl Y bərabərdir 32-yə. 2 dənə X üstə gəl 2 dənə Y bərabərdir 32-yə. X plus Y oldu 16. Məndən soruşur ABD-nin perimetrini. ABD üçbucağına baxsaq, orada nə var? X, Y 8 var. Düzdür, yazıram. X üstə gəl Y, üstə gəl 8. Mən bunu hesablamalıyam. Və X plus Y-in də qiymətini 16 tapmışıq. 16 üstə gəl 8 olacaq 24. Bu belə. Gəlirik bərabər tərəfli üçbucağa. Bərabər tərəfli üçbucağa bütün tərəfləri bərabər olan üçbucağa bərabər tərəfli üçbucaq deyilir. Eyni zamanda bucaqları da bərabərdir. Baxın, bütün bucaqları 60 dərəcədir. Tərəflər də bərabərdir. Məsələn, A. Gəldiyi üçbucağın bucaqları iti bucaqlı, düz bucaqlı və kör bucaqlı olaraq bölünür. İndi gəlirik iti bucaqlı üçbucağa. İti bucaqlı üçbucaq bütün bucaqları iti bucaq olan üçbucağa deyilir. Yəni 3 dənə bucağın üçü də iti bucaq olmalıdır. Yəni iti bucaq nədir? 90 dərəcədən kiçik olan bucaqlardır. Yəni əgər hər 3 bucağı da iti bucaqdırsa, onda biz deyirik ki, bu üçbucaq iti bucaqlı üçbucaqdır. Gəldik düz bucaqlı üçbucağa. Düz bucaqlı üçbucağın bir bucağı 90 dərəcədir. Ona görə biz ona deyirik ki, düz bucaqlı üçbucaq. Bizə düz bucaqlı üçbucaq deyəndə biz bu şəkildə çəkirik. Sonra gəlirik. Düz bucaqlı üçbucaqda əsas bir qeyd var burada. Nəyə diqqət edirik? Deməli ki, baxın, diqqətlə baxın. Düz bucaqlı üçbucaqda $30 dərəcə yazaq bura. Fərq yoxdur, 30 dərəcə aşağıda olsun və yaxud da yuxarıda olsun. Bu da 60 dərəcə. 30 dərəcəli bucağın qarşısındakı katet, baxın bura x yazıram. 30 dərəcə 90-ın qarşısına 2 mislin yazıram. 60-ın qarşısında isə 30-un qarşısında dayananın kökdöyüc misildir. Bunu yadda saxlayırıq mütləq bütün məsələlərdə. Ümumiyyətlə bizə çox kömək olacaq. Baxın, 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. İndi nümunə ilə göstərirəm. Məsələn, verib bizə əsas biz burada 30-un qarşısında nə dayanır? 60-ın qarşısında nə dayanır?
90'ın qarşısında nə dayanır, ona baxmalıyam. Yəni sırf 30 yuxarıda dayanır deyə və yaxud da 60 yuxarıda dayanır deyə əzbərləmirik. Sadəcə 30'un qarşısında nə olmalıdır? 30'un qarşısında olanı biz 2'yə vurub 90'ın qarşısına yazırıq. 30'un qarşısında dayananı kökdə 3'ə vurub 60'ın qarşısına yazırıq. İndi məsələn yazıram 60, burada 30. Tutaq ki mənə verib buranı 4. 30'un qarşısını 4 verib. 90'ın qarşısına 4'ün 2 mislini yazıram. 8. 60'ın qarşısına isə 30'un qarşısında dayananın kökdə 3 misli 4 kökdə 3 yazıram. İndi gəlin yerlərini dəyişək. Məsələn mən indi 60'ı yuxarıdan yazıram. 30'u aşağıdan yazıram. Və məsələn buraya yazıram 14. İndi 90'ın qarşısında 14 dayanıb. Biz demişdik ki 30'un qarşısında dayananı 2'yə vuruq, 90'ın qarşısına yazırıq. Demək ki burada 7 dayanıb ki, 7'ni 2'yə vurmuşuq, 14 eləyib. 60'ın qarşısında isə 30'un qarşısında dayananın kökdə 3 misli. 30'un qarşısında nə dayanıb? 7. Onun kökdə 3 misli olacaq. 7 kökdə 3. Bu belə. İndi mən bunu sileyim buradan. Devam edirik. Kör bucaqlı üç bucaq. Kör bucaqlı üç bucaq bucaqlarından biri kör bucaq olan üç bucağa deyilir. Məsələn, bucaqlarının biri 120 dərəcədir. Məsələn, onda deyirik ki, bu üç bucaq kör bucaqlı üç bucaqdır. Gəldik perpendikulyar və mail. A nöqtəsindən keçib A düz xətti ilə düz bucaq əmələ gətirən düz xətt A nöqtəsindən A düz xəttinə çəkilmiş perpendikulyar adlanır. Baxın. A nöqtəsi ilə A düz xəttinin, bu A nöqtəsi, bir də bu A düz xətti. C-dən fərqli istənilən nöqtəsini birləşdirən parça mail adlanır. Baxın, bu AB maildir, bu nərdivana oxşar. Baxın, görürsünüz, AB maildir. AC nədir bizdə? AC perpendikulyardır. İndi perpendikulyarın oturacağı deyəndə, onda perpendikulyar hara çəkilir? Bu AC deyil, bura. Oturacaqda olan bu C. Onda deyir ki, C'dir. Sonra mail ilə düz xəttin kəsdiyi nöqtə, mail ilə, bu bizim mailimiz, bu da bizim düz xəttimiz. Bunlar kəsişirlər. Harada? B nöqtəsində. Onu deyir ki, B'dir. Həm də bu mailin oturacağı adlanır. Mail nədir? AB'dir. Oturacağı harada olacaq? Əlbəttə B nöqtəsi. AC nədir? Perpendikulyardır. Oturacağı nədir? C nöqtəsi. AB bizim nəyimizdir? Mailimiz AC perpendikulyarımızdır. Gəldik növbəti mailin proyeksiyası. Baxın, BC. BC bizim mailimizin proyeksiyası, yəni kölgəsi deyirik, belə deyək. AB mailinin proyeksiyası BC-dir. İndi gəldik. Bizə bir məsələ verilib. Bunu burada baxaq. Düz xətt üzərində olmayan nöqtədən, bir dənə düz xətdir, üzərində olmayan nöqtədən tutaq ki, buradan götürür və aralarındakı bucaq 60 dərəcə olan. Aralarında bir bucaq 60 dərəcə olsun. Onda mən 60 dərəcəni buraya yazmalıyam. 2 kongruent mail. Kongruent dediyinə görə deməli bu bərabərdir. Onda bu bucaqlar da bərabər olmalıdır. Onda 180-dən mən 60'ı çıxaram, eləyər 120 və 120-ni 2'yə bölərəm. Onda düşəcək bu. Bura 60 dərəcə, 60 dərəcə. Baxın, bu formada biz məsələni həll edirik. Bu belə. İndi bizə burada maillərin uzunluğun 6 verib də. Maillərimiz 6'dır. Maillərin oturacaqları arasında məsafəni istəyir. Bərabər tərəfli olduğuna görə oturacaqlar arasında məsafə buranı deyir də. Buradan bura tutaq ki, adı yazaq, ABC yazaq. AC-ni soruşur. Onda AC də 6 olacaq. Çünki bərabər tərəfli daxil. Bütün bucaqlar 60 dərəcəsi, onda AC də 6'ya bərabər olacaq. Hələlik bu qədər. Sağ olun.